Evlərə damır, tavanlar uçur. Anası namazda olub, özü namazda olub ki, balası xilas olub da hələ yerlərdən. Tavan düz təpələrini aşıb tökülür. Şabran şəhərində ötən əsrin əvvəllərində inşa edilən və artıq istismar müddətini başa vuran yaşayış binaları sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Uçma riski olan mənzillərdə yaşayan sakinlər hər gün qorxu və narahatlıq keçirirlər. Köhnə tikililər Şabran şəhərində Nizami küçəsi ilə dəmir yolu xətti arasında yerləşir. Çürümüş dam örtükləri, uçmaq üzrə olan tavanlar, rütubət və anti-inhisar şərait bu binalarda yaşayışı faktiki olaraq mümkünsüz edir. Hazırda vəziyyət çox acınacaqlı. Evlərə damır, tavanlar uçur. Polis keçəndə də sirkələnir. Hələ Allaha əlimizi qaldırıb yalvarırıq ki, Allah sənə qurban olum. Bir gün salamat oldu. Bugünkü günümüzə də müşkül. Damlar örtüləndən sonra hələ o vaxt açıq olub, şifr sınıq olub. O daman yağışlar hamısı bütün o taxtaların üstündə olub. Bəli, indi örtülüb onun üstü örtüləndən sonra hava dəymir axı. Tamam çürüyüb. Dam örtüyü dəyişiblər, üstünü dəyişiblər, amma damın altı dəyişilmirdi. Onlar pis vəziyyətdədir. Məsələ ilə bağlı Şabran rayon icra hakimiyyətindən sorğumuza cavab olaraq bildirdilər ki, rayon ərazisində 1904 və 1954-cü illər arasında inşa edilən 14 ədəd 2 mərtəbəli, 12 mənzilli yaşayış binası mövcuddur. Bu binaların istismar müddəti tam başa çatıb və onların yeni yaşayış binaları ilə əvəzlənməsi prioritet məsələ kimi nəzərdə tutulur. Şabran şəhəri ərazisində 12 ədəd Nizami küçəsində, 2 ədəd Tofiq Abbasov küçəsində istismar müddətini tamamilə başa vurmuş belə binalar var. Baxmayaraq ki, bu binaların dam örtüyündə rayon icra hakimiyyəti tərəfindən müxtəlif illərdə təmir bərpa işləri aparılsa da, lakin binanın özülündə və daxilində ümumi konstruksiyada boşalmalar baş verdiyinə görə nəticədə belə qəza halları baş verir. Qeyd edək ki, yanvarın 2-sində Şabran şəhəri Nizami küçəsində yerləşən həmin binalardan birinin 2-ci mərtəbəsindəki mənzilin tavan hissəsi çöküb. Hadisə zamanı mənzildə yatmış vəziyyətdə olan sakinlərdən biri yüngül xəsarət də almışdı. Əraziyə aidiyyəti qurumların əməkdaşları baxış keçirib və müvafiq tədbirlərin görülməsinə başlanılıb. Cəfər Talıb, Layiq Gələndərli, APA TV, Şabran.